Salam, hər vaxtınız xeyir olsun. Hazırda Azərbaycan arasında gözlənilən bu buludların hərəkət istiqaməti haqqında son dəqiqə məlumatlarını biz Avropanın Meteosat page sistemlərinin web səhifə üzərindən birbaşa canlı görüntülərdən tanış oluruq. Yəni yaxın saatlar ərzində Azərbaycan arasında hansı atmosfer prosesləri gözlənilir, bu barədə mən danışmaq istəyirəm. Hazırda 12 iyun 2026 tarixi Azərbaycan vaxtı ilə saat 19:35 radələrində olan son page məlumatlarının təhlillərlə tanış oluruq. Hazırda bu Göyçə, Goranboy və Daşkəsən, Gəncə rayonlarına doğru yaxınlaşan bir supersel buludu var. Eyni zamanda Qazax, Ağstafa ərazilərində də yağış buludları müşahidə edilir. Xüsusilə də yaxın saatlar ərzində kifayət qədər ciddi bir sistemin Qərbi Azərbaycan ərazisindən artıq bu Kiçik Qafqaz rayonlarına doğru yaxınlaşması gözlənilir. Eyni zamanda Naxçıvanın dağlıq rayonlarında və Böyük Qafqazın Balakan, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, Dağlıq, Şirvanda və Quba-Qusar rayonlarında da ciddi bir sistem müşahidə edilir. Yəni hazırki faktiki vəziyyət bu şəkildədir. Azərbaycan ərazisində faktiki olaraq 4 ədəd topa yağış buludu müşahidə edilir və 5-ci topa yağış buludu da tarixi Qərbi Azərbaycan torpaqlarından Kiçik Qafqaza doğru yaxınlaşır. Deməli, yaxın saatlar ərzində Azərbaycan ərazisində ən azı 5 ədəd güclü bir topa yağış buludlarının aktiv inkişafı gözlənilir. Sistemin biri hazırda Quba, Qusar, Xaçmaz, Dağlıq, Şirvan ərazilərində, xüsusilə də bu Quba, Qusar və ətraf kəndlərdə aktiv inkişaf edir. Eyni zamanda ikinci güclü bir sistem Kiçik Qafqazın Daşkəsən, Gədəbəy, Goranboy, Göyçə rayonları ərazisində aktiv inkişaf edir və yaxın saatlarda bu Mingəçevir, Yevlax, Gəncə, Bərdə, Ucar, Göyçay rayonlarına doğru bu sistem yayılacaq. Hətta Şəki, Oğuz, Qəbələyə qədər sistemin təsirləri ehtimalları var. Eyni zamanda Naxçıvanın dağlıq rayonlarında ciddi bir topa yağış buludları müşahidə edilir. Naxçıvanın əraziboyu düzənliklərində dolu potensialı var və bu buludlar artıq Naxçıvanın dağ kəndlərinə doğru, Ordubadın dağ kəndlərinə doğru yayılır hazırda. Eyni zamanda Türkiyənin şərqindən inkişaf etməsi müşahidə edilən hazırda güclü bir supersel buludu var. Bu da yaxın saatlarda Kiçik Qafqazın Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilan rayonlarına doğru yayılması gözlənilir. Ümumilikdə yaxın saatlar ərzində Azərbaycanın şimal-qərb rayonlarında qeyri-sabit hava şəraiti davam edəcək. İyun ayının 12-dən 13-dən keçən gecə saatlarında bu proses Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Daşkəsən, Gədəbəy, Laçın, Xankəndi, Zəngəzur, Zəngilan, Naxçıvan dağ kəndlərində, eyni zamanda Mingəçevir, Goranboy, Yevlax, Bərdə, Ağcabədi, Beyləqan, Hadrut, Oradiz ərazilərinə qədər yayılması potensialı var. Eyni zamanda Zərdab, Ucar, Göyçay, Yevlax, Kürdəmir rayonlarında da bu sistemin təsirləri müşahidə ediləcək. Böyük Qafqazın Balakan, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, İsmail, Şamaxı, Xızı, Quba, Qusar, Xaçmaz, Dağlıq, Şirvanda da ciddi bir hava dəyişikliyi gözlənir. Hazırda Azərbaycan vaxtı ilə saat 19:37 radələrində Quba, Qusar ərazisində ciddi bir topa yağış buludları inkişafı müşahidə edilir. Yaxın saatlarda bu Quba, Qusardakı topa yağış buludları Xudad, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayonlarına doğru yayılacaq. Hətta bu sistemin bir qolu ola bilsin ki, Abşeronun şimalından, Sumqayıt istiqamətdən keçsin. İyun ayının 12-dən 13-dən keçən gecə Bakı-Abşeron Sumqayıt ərazisində qısa müddətli az bir yağışın yağması potensialı var. Lokal şimşək də gözlənilir. Çünki Dağlıq Şirvandakı buludlar iyun ayının 12-dən 13-dən keçən gecə saatlarında Bakı-Abşeron Sumqayıt ərazisindən keçəcək. Lakin Bakıda dolu potensialı yoxdur, amma yenə də son dəqiqə page görüntülərini yaxından izləmək vacib sayılır. Çünki bu dolu potensialı buludun aniden inkişafı nəticəsində baş verir ki, bulud təxminən 5-10 dəqiqə, 15-20 dəqiqə ərzində partlayıcı şəkildə aniden inkişaf edə bilər ki, bu da ciddi bir tufanla nəticələnə bilər. Amma faktiki olaraq riskli ərazi Gəncə, Qazax, Kiçik Qafqaz, Mingəçevir və ətraf rayonları, Böyük Qafqazı, Dağlıq, Şirvan, Naxçıvan dağ kəndləri və bu mərkəzi aranın Ağcabədi, Zərdab, Ucar, Kürdəmir rayonlarına doğru bu sistemin yayılması potensialı var. Eyni zamanda İsmailli, Ağsu, Şamaxı, Dağlıq, Şirvanda da ciddi bir hava dəyişikliyi gözlənilir. İyun ayının 12-dən 13-dən keçən gecə saatlarında Zəngəzur istiqamətində ciddi bir supersel buludu gözlənilir. Bu sistem Horadiz, Hadrut, Laçın, Cəbrayıl rayonlarına doğru yayılacaq, Füzuli rayonuna doğru yayılacaq və nəticədə bu sistemin bir qolu da Ağcabədi, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Cəllabad rayonlarına doğru yayıla bilər. Hətta sistem daha da genişlənərsə, yardımlı verir Astara, Lənkəran, Masallı rayonları, Salyan, Nefsarda da
iyun ayının 12-sindən 13-dən 2-ci saatlarında kəskin hava dəyişikliyi baş verə bilər. Faktiki olaraq 12 iyun 2026 tarixi Azərbaycan vaxtı saat 19:40 radələrində Daşkəsən rayonunda formalaşan supersel buludu Goranboy, Gəncə, Mingəçevir, Yevlax, Bərdə rayonlarına doğru yayılır. Nəticədə Gəncə və ətraf rayonlarda, Mingəçevir və ətraf rayonlarda ciddi bir hava dəyişikliyi gözlənilir. Eyni zamanda Türkiyənin şərqindən də supersel buludu artıq bu Kiçik Qafqazın Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilan rayonlarına doğru yayılır. Deməli, yaxın saatlar ərzində Azərbaycan ərazisində ən azı 5 ədəd güclü topa yağış buludu və lokal supersel buludunun aktiv inkişafı gözlənilir. Bu da iyun ayının 12-sindən 13-dən keçən gecə saatlarında Azərbaycanın şimal-qərb rayonlarında qeyri-sabit hava şəraitinin davam etməsi mənasına gəlir. Dolu, leysan potensialı var. Hətta dolunun diametrinin lokal xarakterli bu Daşkəsən, Gədəbəy, Gəncə, Qazaxda, eyni zamanda Mingəçevir və ətraf rayonlarda dolunun diametrinin iri dənəli yağması potensialı var. Lokal leysanın intensiv və güclü olması potensialı var. İldırım prosesləri gözləniləndir. Hazırda Quba-Qusarda ciddi bir hava dəyişikliyi müşahidə edilir. 19:40 radələrində olan son peş məlumatına dəlilənə əsasən 12 iyun 2026 tarixi saat 19:41 radələrində olan son peş məlumatına dəlilənə əsasən hazırda Quba-Qusarda ciddi bir supersel buludu müşahidə edilir ki, bu da dolu ilə nəticələnə bilər. Bu leysan dolu ildırım proseslərlə bərabər küləklərin də qısa müddətdə güclənməsi gözlənir. Qəfil bir tufanın qopması ehtimalları var. Çünki bu buludlar üçün xarakterik olan bir proses var ki, güclü topa yağış buludları inkişaf etdikcə troposferin yuxarı qatlarına doğru istilik və nəm sürətlə yüksəlir və yuxarıdakı sərin havada sürətlə çökməyə başlayır. Bu da qəfil bir güclü, partlayıcı, məcazi mənada partlayıcı bir küləklərin yaranmasına səbəb olur. Bu da ciddi bir deməli, dağıntılara səbəb ola bilər. Eyni zamanda bu leysan və dolu da müəyyən fəsadlara səbəb ola bilər. Dolu nəticəsində avtomobillərə və evlərin dam örtüklərinə zərər dəyə bilər. Bəzi deməli, kənd təsərrüfatı məhsullarına ziyanlar dəyə bilər. Ümumilikdə isə qeyri-sabit hava şəraiti yaxın saatlarda davam edəcək. Bu barədə birbaşa peyk və radan məlumatların təhlilləri əsasında son dəqiqə məlumatları kanalda yayınlanacaq.